artıq böyüklər üçün də əmzik hazırlanaraq satışa çıxarılır. Bəli, uşaqları sakitləşdirmək üçün istifadə olunan əmzik artıq böyüklər üçün də var. Çinlilər bunu ediblər, qiyməti isə bizim pulla 100 manata qədər dəyişir. Özü də deyim ki, böyüklər üçün nəzərdə tutulan bu əmziklər oradakı gənclər arasında artıq trendə çevrilib. Stres, narahatlıq, yuxusuzluqla mübarizə və hətta siqareti tərk etmək üçün istifadə olunan bu məhsullar gündən-günə daha da populyarlaşır. Psixoloqlar bu vərdişi insanların uşaqlıq illərində bənzər əşyalarda rahatlıq tapdığı regressiya fenomeni ilə izah edirlər. Lakin sağlamlıq mütəxəssisləri xəbərdarlıq edirlər ki, bu cür əmziklərin uzun müddət istifadəsi dişlərin sürüşündə pozğunluqlara, çənə problemlərinə, ağızın silikli qişasında zədələnmələrə, eləcə də yuxu zamanı boğulma və nəfəs alma problemlərinə səbəb ola bilər. Odur ki, birdən kimsə istifadə etmək qərarına gəldisə, əvvəlcə bir düşünün. Görün, buna dəyərmi? Deyirəm, qulaq hər gün bir söz eşitməsə kar olar. Ona görə də səhifəmə abunə olub, hər gün yeni bir məlumat eşidin və özünüzdən müğayət olun.